Həzrəti Xədicə təmənnasız Peyğəmbərə xidmət elədi. Təmənnasız, heç bir qarşılıq istəmədən. Bütün malını, sərvətini Peyğəmbərin yolunda verdi, heç nə istəmədən. Allah necə xəcalətli elədi Həzrəti Xədicəni. Peyğəmbərə vəh gətirəndə mələk dedi ki, ya Rasulallah, Allahın salamını Xədicəyə çatdır, vəssalam. Xədicə xəcalətdən başı düşdü aşağı. Allah Xədicəyə salam göndərir. Allah Xədicə. Ona görə özünü borclu bildi. Dedi, mən neynəmişəm ki, mənə Allah salam göndərir. Allah iş belə gətirdi ki, var dövlətini din üçün xərcləyən xanım az qalmışdı Şəbəbi Talibdə. Hamı ondan üzü çevirmişdi. Bütün yaxınları Peyğəmbərə görə ona arxa çevirmişlər, onu danışdırmırdılar. Hətta Həzrəti Zəhranı dünyaya gətirəndə qadınlardan yox idi ona kömək eləsin, təsəvvür edin. Qərib şəkildə dünyaya gətirir. O izzətli xanım, o hörmətli xanım, ərəbin şahzadəsi deyirdilər ona. Peyğəmbərə fəda elədi hər şeyini. Elə bilərsən Xədicə itirdi, yox. Xədicə bunu qazandı ki, Allah onu özünə dost seçdi. Allah onu Fatiməyə ana qərar verdi. Allah onu hamıdan üstün xanım olan Həzrət Zəhranı onun vasitəsilə dünyaya gətirdi. Və axırda ki, hər şeyini fəda eləmişdi. Görün, nə qədər ruhunda təvazökarlıq vardı. Bir dənə dünya malından bir köynək istəyir Peyğəmbərdən ki, qəbrə qoysun, o da mənəvi səbəb üçün. Özü utanır, qızı Fatiməni çağırır. Deyir, qızım, sən atıva deyə bilərsən mənim adımdan. Mən xəcalət çəkirəm, ədəb mənə imkan vermir. Paltarını, köynəyini mənlə qəbrə qoysun ki, bəlkə mən nicat tapım. Köynəyini mənlə qəbrə qoysun. Gör, necə ədəbli bir xanımdır. Deyir, onun dəfnindən sonra Peyğəmbər bir il gülmədi, təbəssüm eləyən görmədilər. Qəm il oldu. Nə zaman Xədicə deyərdin, gözündən yaş axardı Peyğəmbər. Mən çox danışmayayım. Amma deyir, onu dəfn eləyib qayıdandan sonra bir neçə gün Fatimə evdə ağlaya-ağlaya deyirdi ki, eynə ummi, eynə ummi. Deyirdi, atacan, mənim anam hanı? Qız uşağına çətin olaraq anasız. Hey, soruşurdu ki, anam hanı bəs? Hanı anam? Ağlayırdı. Deyir, göylərin taqəti qalmadı. Allah mələk göndərdi ki, ya Rasulallah, Fatimə ağlayır, Fatiməyə xəbər ver, təsəlli ver, dinən anam cənnətdədir, ən yüksək yerdədir. Deyir, cənnətdə deyəndə Fatimə aram oldu.